Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Nəriman metrosu yaxınlığından salamlayırıq sizi. Nəriman metrosuna piyada 5-6 dəqiqəlik məsafədə Əliyar Əliyev küçəsində yeni tikili rezidens binanın, 18 mərtəbəli binanın 10-cu mərtəbəsində möhtəşəm təmirli, tam 4 otaqlı bir mənzil təqdim edəcəm sizə. Mənzildə hər şey, bütün lazımi əşya və texnikalar quraşdırılıb, olduqca premium və keyfiyyətli təmiri var mənzilin. Hər bir xırda detalına qədər izah eləməyə çalışacağam sizə. Hal-hazırda xol hissədəyik. Məlumatımı bir daha deyim. 18 mərtəbəli rezidens yeni tikili binanın 10-cu mərtəbəsi, binanın yeraltı 2 mərtəbə avtoparkinqi, geniş həyətyanı sahəsi, metroya piyada məsafədə yerləşməsi, hər şey yüksək səviyyədə tam infrastrukturla təmin edilmiş yeni tikili binadır. 164 kvadrat ölçü, tam 4 otaqlı skvaznoy proyekt, yəni tam yer çəkən proyekti var. Başlayaq yerləşməni izah edeyim sizə. Giriş qapımızı görməkdəsiz. Hər bir xırda detalı vurğulayacağımı dedim. Mənzildə divar kağızları və emulsiyalar istifadə edilməyib. Dekorativ boya növləri olan qumlu teksturalardan və otaqlarda isə məxməri teksturalardan istifadə edilib. Giriş qapısından girdikdə belə bir ayaqqabılıq və pufikdən istifadə edilib. Evdə kamera sistemi də var. Hazırdır, çəkilib quraşdırılmış vəziyyətdədir gördüyünüz kimi. Elektrik və santexnika sistemi hamısı Türkiyə və İtaliya istehsalı inşaat materiallarından istifadə edilib. Giriş qapısından sağda belə bir dresuar, belə Venesianka növü olan mərmər teksturadan istifadə edilib. Faskalı güzgülər, əla bir fon verib bura. Burada isə gömə bir qardirob mebelindən istifadə edilib. Tam boy yığılıb bu qardirob mebeli. Gördüyünüz kimi hətta robot tostlarına qədər quraşdırılıb. Mənzildə hər 3 yataq otağından ikisində sanuzel var. Bir sanuzel ümumidədir. Onu da qeyd edəcəm. Bir də camaşırxana otağı var. Soldan davam edirəm. Giriş qapısından girdikdə sol koridora döndükdə burada ümumi sanuzel yerləşir. Burada 2 ədəd yataq otağı, hər ikisinin daxilində ayrıcı olaraq tam sanuzeli var. Yəni hər ikisi master bedroom tərtibatındadır. Daha sonra burada mənzilin qonaq otağı yerləşir. Daha sonra mətbəx və mətbəxin daxilində ayrıcı olaraq bir də yay mətbəxi var. Burada uşaq yataq otağı, burada isə camaşırxana yerləşir. İlk öncə başlayıram qonaq otağından. Ardınca bir-bir bütün otaqları təqdim edəcəm sizə. Qonaq otağında en və uzunluq nisbətinin ideallığını görürsünüz. Geniş bir qonaq otağıdır. Təxminən 40 kvadrat ölçüdə bir qonaq otağı var və iri həcmli mebellərdən istifadə edilməsinə baxmayaraq yenə də rahat hərəkət imkanı qalır. Belə bir mərmər masamız var. 8 nəfərlik oturacaqla təchiz edilib. Yenə böyük ölçülü yumşaq mebel dəstəsini görürsünüz. Ayrıca olaraq rigel girinti hissə olub orada. Orada da belə güzgülü və gizli işıqlı, qazma işıqlı mebellə təchiz edilib. Suvenirlik kimi tərtib edilib. İstəyə uyğun buranı içkilik, kitablıq və digər aksesuarlıq kimi təchiz edə bilərsiniz. Böyük bir Samsung markalı TV, kifayət qədər böyük ölçülü, alt hissəsində kamin, elektrokamin quraşdırılıb bura. Qonaq otağının tərtibatı idealdır. Əlavə olaraq nə edə bilərəm? Faskalı güzgülər, yenə rigerləri itiriblər. Bura işıqlandırmaları görürsünüz, lüstr, ikili lüstrdan istifadə edilib. Əla tavan, bütün otaqlarda belədir. Tavan spot, gizli işıq və əla lüstr tərtibatı var. İşıqlanma ideal səviyyədədir, hətta idealdan da yuxarıdadır. Əlavə olaraq qonaq otağının hər iki tərəfində daraq və rustikli işləmələr, yenə mərmər teksturaları görürsünüz. Əl işidir bunlar hamısı. Yəni plastik dekorlardan istifadə edilməyib. Bütün otaqlarda kondisioner quraşımı var. Qonaq otağından daxil olacağınız belə bir balkon var. Bu balkonda yenə əla dekora edilib, qonaq otağına uyğun dekora edilib. Buradan baxış Nəriman metrosu istiqamətindədir. Yəni əyani baxış keçirdiyiniz zaman şahid olacaqsınız panoramanın. Qarşısı açıq, gün düşən bir mənzildir. İndi isə davam eləyək digər otaqlarla. Ən sonda mətbəxi təqdim edəcəm sizə. Olduqca möhtəşəm mətbəxi var. Uşaq otağından davam edirəm. Bütün otaqlarda fərqli aurası və olduqca gözəl tərtibatı görəcəksiniz. İkili bir uşaq yataq otağı tərtib edilib burada. Kifayət qədər də geniş bir uşaq yataq otağıdır. TV-yə qədər quraşdırılıb, tablolara qədər, TV altlığına qədər, 2 ədəd yazı masasına qədər, hətta birini make-up kimi də istifadə edə bilərsiniz. Biri tam yazı masasıdır demək olar və tam şkaf tərtibatını görürsünüz. Mebellərin korpusuna qədər membran teksturadan istifadə edilib, kifayət qədər keyfiyyətli bir işlər çıxarılıb ortaya. 2 yatağın ortasında yenə belə bir suvenirlik və yaxud kitablıq kimi tərtib edilə bilər. Burada isə belə bir böyük ölçülü tam boy gömmə qardirobdan istifadə edilib. Yenə AUX markalı kondisioner burada. Uşaq otağının kamerasında görürsünüz.
digər əsas yataq otaqlarına keçməzdən öncə camaşır otağını da təqdim edeyim sizə. Burada da yenə əşya tərtibatını görürsüz. Tam boy mebellə təchiz edilmiş vəziyyətdədir. Boş markalı paltar qurdana qədər paltaryan və paltar qurdan quraşdırılıb. 8 kiloqramlıqdır hər ikisi. Son nəsil boş markalı texnikalardır. Mətbəxdə də həmçinin boş markalı texnikalardan istifadə edilib. İndi isə davam eləyək. Əsas sanuzeli təqdim edeyim sizə. Yenə burada da tam sanuzel aksesuarları quraşdırılıb. Belə bir qranit bir moydadır. Gizli işıqlı güzgüsü. Böyük ölçülü bir duş kabinisi ayrılıb. Tam aksesuar tərtibatıdır. Divar içi duş aksesuarlarıdır. Unitaz üzəri nişla təchiz edilib gördüyünüz kimi. Suşulkasına qədər, asılqanlıqlara qədər hər şey tam olaraq quraşdırılmış vəziyyətdədir. Burada hər iki yataq otağı bayaq vurğulamışdım. Hər ikisinin daxilində sanuzeli var. Hər ikisi də aşağı yuxarı eyni ölçüdədir. Lakin digər yataq otağı master bedrooma daha uyğun otaqdır. Daha genişdir, biraz genişdir buradan. Yenə burada da tam tərtibat. Gömmə bir qardirob mebeli, membran tekstura, şüşə qapaqlar, əla yaraşıb. Vitraj pəncərəsi var, əla panoraması var bu yataq otağının da. Belə bir make-updan istifadə edilib, tam boy güzgüsünə qədər. Daha sonra TV altlığı, yenə Samsung markalı bir TV və belə bir böyük ölçülü yataq dəsti. Gördüyünüz kimi tumbalarına qədər, tumba üzəri paraşıqlandırmalara qədər hər şey düşünülüb, edilib. Divarda isə boz rəngdə məxmər tekstura, Venesian paneli olan olduqca gözəl tərtibatı var buranın da. Və bu da bu otağın ayrıca sanuzeli. Yenə divarçı duş aksesuarları, xrom rənglərə üstünlük verilib burada. Böyük ölçülü bir moydadır. Əla teksturalı qranitlər, suşulkaya qədər tam aksesuar yerləşimini görməkdəsiz. Burada isə əsas yataq otağı. Yenə burada da ayrıca sanuzel və böyük ölçülü yataq hissə. Döşəmədə əla növ parketdən istifadə edilib, fransız yolkası teksturasında vurulub. Yataqların dizaynını da görürsünüz, digər yataq otağında da belə idi. Gizli işıqlı yataqlar quraşdırılıb. Bu yataq dəsti daha böyük ölçülüdür digərinə nəzərən. Yenə tumba üzərləri faskalı güzgülər, buraşıqlandırmalar, hər şey ideal düşünülüb. Elektrik sistemi Panasonic'dir və belə bir 5 qapılı bir gömmə bir qardirob mebeli sizin əşyalarınızı rahatlıqla tutacağını düşünürük. Burada isə belə bir gözəl make-up və TV altlığı Samsung markalı TV-yə qədər quraşdırılıb. Bu mənzilə əlavə heç bir şey almağınıza ehtiyac yoxdur. Kondisioner yerləşimdə görürsünüz, bütün otaqlarda var. Sadəcə şəxsi əşyalarınızı, paltarlarınızı götürüb köçmək, yerləşmək qalıb bu mənzilə. Yenə burada da fərqli dizaynı görürük. Qızılı tonlara üstünlük verilib bu sanuzeldə. Granit moydadır, böyük ölçülü. Böyük ölçülü duş kabin, unitaz üzəri nişalar, bronz bir suşulka və belə bir əlavə saxlanış yerinə qədər hər şey düşünülüb və tərtib edilib. Bu mənzildə belə deyək, hər hansısa bir şeyin düşünülmədiyini demək çox yanlış olar. Çünki hər şey olduqca ideallıqla və funksionallıqla düşünülüb, rahatlıqla düşünülüb ki, yəni mənzildə yaşayan şəxslərin hər bir rahatlığı yerində, qaydasında olsun. İndi isə son olaraq mətbəxi təqdim edeyim, qiymət barədə məlumat verəcəm. Bu gözəllik olduqca ideal qiymətə təklif edilir. Böyük ölçülü bir mətbəx, qonaq otağını demək olar ki, istifadə eləməyə ehtiyac yoxdur. Qonaqlarınız gəlmədiyi müddətcə mətbəxdə 2 ədəd kreslo, 6 nəfərlik bir dəyirmi masa, belə bir dekorativ hissə, olduqca gözəl tərtibatı var və mətbəx mebelinə əlavə yenə əla bir riger hissəni əla dəyərləndiriblər. Kondisioner altını belə bir saxlanış yeri gizli işıqla əla tərtib edilib və belə bir böyük ölçülü mətbəx mebeli. TV-nin də böyüklüyünü görürsünüz. Yenə Samsung marka bir TV var. Mətbəx mebelində tam funksionallıq nəzərə alınıb. Bu penal hissə sizə qab-qacaq dəstlərinizi rahatlıqla yerləşdirməyə, hətta ən görkəmli dəstlərinizi belə bu şüşə qapaqlar ona xidmət eləyir. Üzəri süni mərmərlə işlənib, qab-yuyana qədər, boş markalı bir qab-yuyana qədər quraşdırılmış vəziyyətdədir. Daha sonra qaz, gizli aspirator,
boş markalı bir mikrovalnovka, boş markalı bir soba və böyük ölçülü 4 qapılı Toshiba markalı bir qara bir soyuducu yerləşdirilib bura. İndi isə yay mətbəxini təqdim edeyim sizə. Yenə burada da kamera sistemi var və yay mətbəxini də təqdim edeyim sizə. Yenə burada da əlavə qoxulu yeməklərinizi burada rahatlıqla bişirə bilməkdən ötürü cam balkonla tərtib edilib bura və bütün cam balkonlar açıla bilir vəziyyətdədir. Həm də texniki balkondur bura. Kombi sistemi, kollektor sistemi burada yerləşdirilib və tam rahatlıq nəzərə alınıb burada. Belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Nəriman metrosu yaxınlığı 18 mərtəbəli rezidens binanın 10-cu mərtəbəsi tam əşya və texnika ilə təchiz edilmiş möhtəşəm təmirli bir mənzil təqdim edirik bugün sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 720 min manatdır. Real alıcılar endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, Rekam.